Değerli dinleyiciler, sizi bugün 1404. ilin Bəhmen ayının 2'si, 2026. ilin Janvier ayının 22'si Araz News Radyosu'nun haber bültenini dinlemeye davet ederim. Haber başlıkları: Gateş, Gothenburg'da keçiriləcək protesto yürüyüşüne destek verdi. Donald Trump, İranın nükleer tesisatları məhv edilməsəydi, Orta Doğuda barış olmazdı. Cumhuriyet İslami ölenlerin sayını 3117 nefer açıkladı. Müstəqil qaynaqlar 20.000 neferden danışır. Kərilik, medialar 93 milyon İran vətəndaşı üçün rəhbər seçməməlidir. General David Petraeus, İran hükümetinin etirazlarla davranışı hakimiyetin lərzəyə düşməsinin nişanəsidir. Scott Bessent, Amerikanın maksimum baskı siyaseti İran iktisadını dağılmak həddinə çatdırdı. Daesh üzvlərinin ifşa edici sözləri: YPG bizi həbsxanadan azad etdi. Məclis nümayəndəsi: Bunyad-ı Müstəzəfan və Setad-ı İcrai dövlətə yük olurlar. Xəbərlərin ayrıntıları: Güney Azərbaycan təşkilatlarının Əməkdaşlıq Şurası Gateş, İranda son həftələrdə baş verən qanlı hadisələrə və millətlərə qarşı edilən sistematik zülmə etiraz etmək amacıyla bildiri yaydı. Bu bəyaniyədə hakimiyyətin şəhərləri mühasirəyə alması və haqq səsini boğmaq üçün böyük miqyasda cinayət törətməsi qınandı. Bu bağlamda insan haqları pozuntularına qarşı dünyanın hər yerində etirazların güclənməsinin gərəkli olduğu vurğulandı. Suedin Gothenburg şəhərində 24 janvier şənbə günü keçiriləcək yürüyüş diktatorluq, milli ayrımçılıq və dövlət şiddətinə qarşı önəmli bir addım olaraq tanımlandı. Gateş, bu mitingin eyni zamanda Güney Azərbaycan türklərinin haqlarını müdafiə etmək karakteri daşıdığını bildirdi. Ayrıca yürüyüş əsnasında mürtəci pəhləviçi qrupların təxribatçı fəaliyyətlərini də qınayacaqlarını açıqladılar. Bildirinin son bölümündə bu protestonun azadlıq, ədalət, milli hökumət şüarı ilə keçiriləcəyi diqqətə çatdırıldı. Şuranın verdiği bilgiyə görə Azərbaycan Türk millətinin iradəsi heç bir baskı ilə söndürülə bilməz və adil bir gələcək üçün mübarizə qətiyyətlə davam edir. Bu etiraz, milli haqların əldə edilməsi yolunda göstərilən iradənin bir örnəyi və timsali kimi dəyərləndirildi. Amerika Cumhurbaşkanı Donald Trump, Davos iclasında etdiyi çıxışda İranın bölgədəki roluna toxunaraq önəmli açıqlamalar verdi. Trump, əgər Washington İranın nükleer təsisatlarını bombalamasaydı, Orta Doğuda heç vaxt barışın bərqərar olmayacağını iddia etdi. O, bu əməliyyatı bölgənin güvənliyi üçün köklü bir dönüş nöqtəsi olaraq tanımladı. Trump, əməliyyatın təfsilatına toxunaraq B-52 bombardıman uçaqlarının və dənizaltılardan atılan Tomahawk muşəklərinin önəmini vurğuladı. O, bu silahların hədəfləri dəqiqliklə vurduğunu və İranın həstəyi qabiliyyətini tamamilə aradan qaldırdığını söylədi. Trump, İranın nükleer təhdidi olsaydı, Ərəbistan, İmarat və Qətər kimi ölkələrin barış anlaşmalarına imza atmağa cəsarət etməyəcəklərini də sözlərinə əlavə etdi. Trump çıxışının sonunda İranın artıq bölgənin qulduru olmadığını ifadə edərək Tehranın nükleer arzularının tamamilə pozulduğunu bildirdi. Amerika Cumhurbaşkanı İranın yeni bir nükleer saytının tikməsinin çox çətin olacağını və əski təsisatların artıq xərabəyə çevrildiyini vurğuladı. O, Washingtonun bu güc göstərisi sayəsində bölgəyə barış və istiqrarı gətirdiyini müdafiə etdi. İranın Bunyad-ı Şəhid və Umur-i İsargəran təşkilatı son etirazlarda həyatını itirənlərin rəsmi sayını 3117 nəfər olaraq elan etdi. Bu təşkilat yaydığı bəyaniyədə etirazları terror hücumları kimi qələmə alaraq ölənlərdən 2427 nəfərin şəhid sayıldığını bildirdi. Hökumətə bağlı qaynaqlar bu şəxslərin güvənlik qüvvələri və terror qurbanı olan sivil vətəndaşlar olduğunu iddia etdi.
Rəsmi rəqəmlərdə yer alan 700 nəfərin şəhid sayılmaması cəmiyyətdə ciddi şübhələrə və sorğulara səbəb oldu. Tənqidçilər və insan haqları müdafiəçiləri bu şəxslərin kim olduğunu və hangi kriterlərlə bu listədən çıxarıldığını öyrənmək istəyirlər. Bəzi qaynaqlar hakimiyyətin cənazələri təhvil vermək üçün ailələrə baskı göstərdiyini və onlardan ölüm səbəbini terror kimi qəbul etmələrini tələb etdiyini irəli sürdü. Hökumətin verdiyi bu rəqəm müstəqil insan haqları təşkilatlarının və xəbər ajanslarının verdiyi istatistiklərlə köklü şəkildə üst-üstə düşmür. CBS və başqa müstəqil qaynaqlar ölənlərin gerçək sayısının 12 mindən başlayıb 20 min nəfərə qədər çatdığını təxmin edirlər. Amerika Dünya Media Təşkilatının başqanı Kari Lake İrandakı son gəlişmələri yaxından izlədiklərini və İran xalqının səsini dünyaya çatdırmaqda qərarlı olduqlarını bildirdi. Lake, Washington bu ölkədəki siyasi gələcəkə heç bir müdaxiləsinin olmayacağını və rəhbərlik məsələsinin yalnız 93 milyon İran vətəndaşının haqqı olduğunu vurğuladı. O, xarici mediaların hər hangi bir şəxsə rəhbərlik sifəti verməsini məsuliyyətsizlik olaraq dəyərləndirdi. Kari Lake, xaricdə yaşayan müxalif qrupların və şəxslərin həddən artıq önə çıxarılmasının ölkə içindəki etirazlara zərər verə biləcəyi barədə ciddi xəbərdarlıq etdi. Onun fikrincə, bu cür hərəkətlər daxili mübarizəni xarici bir proje kimi göstərərək xalqın istəklərini zəiflədir. Bu səbəblə Amerika media qurumlarının əsas diqqətini xaricdəkilərə deyil, tamamilə İran içindəki gerçək insanların səsinə yönlədəcəyini açıqladı. Bəzi fars dilli mediaların müəyyən bir şəxsi və səltənət sistemini təbliğ etməsi tənqidçilər tərəfindən demokratik prinsiplərə zidd olduğu qeyd edilir. Bu açıqlamalar Amerika dövlətinin İrandakı dəyişikliklərdə rəhbər yaratmaqdan uzaq duracağı anlamına gəldiyi qəbul edildi. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi CIA-in keçmiş rəhbəri və əməkli general David Petraeus Washingtonda keçirilən bir iclasda İrandakı son etirazları dəyərləndirdi. Petraeus, hakimiyyətin etirazları bastırmaq üçün göstərdiyi şiddətin əslində rejimin zəifləməsini göstərdiyini söylədi. O, dövlətin bu cür sərt davranışlarını mövcud vəziyyəti qoruyub saxlamaqda çətinlik çəkən bir sistemin son çırpınışları olaraq tanımladı. Petraeus, İranın bölgədəki strategik gücünün böyük ölçüdə zəiflədiyini və niyabəti qüvvələrinin ciddi zərbələr aldığını vurğuladı. Lübnan Hizbullahı, Qəzzə Həması və Suriyədəki Bəşşar Əsəd rejiminin çöküşünə toxunaraq, keçən ilin Tehran üçün fəlakətli bir il olduğunu bildirdi. O, xarici dəstəklərin itirilməsinin daxili etirazlarla birləşərək hökuməti daha da zəif bir vəziyyətə saldığını vurğuladı. General Petraeus, İranın dərin bir iqtisadi böhran və ictimai narazılıqla üz-üzə olduğunu ifadə etdi. Hakimiyyətin etirazları müvəqqəti olaraq yatırma ehtimali olsa da, gerçək vəziyyəti dəyişdirmək gücündə olmadığını qeyd etdi. Petraeus'a görə məşruiyyətini itirmiş bir hakimiyyət yalnız silah gücü ilə uzun müddət ayaqda qala bilməz. Amerikalı siyasətçi Scott Bessent Davos iclasında Fox News kanalına verdiyi müsahibədə Washingtonun İrana qarşı yürütdüyü maksimum baskı stratejisini dəyərləndirdi. Bessent, bu iqtisadi təhrimlərin və neft satışına qoyulan qadağaların Tehran hakimiyyətini mali baxımdan tamamilə iflic etdiyini bildirdi. O, dövlətin bu güclü baskılar sayəsində İran iqtisadını dağılmaq həddinə çatdırdığını və bu vəziyyəti Washington üçün böyük bir başarı olaraq tanımladı. Bessent, İranın rəsmi pulu olan riyalın sürətlə dəyər itirməsinə toxunaraq, ölkə vətəndaşlarına ciddi xəbərdarlıq etdi. O, əgər mən bir İran vətəndaşı olsaydım, varlıqlarımı dərhal ölkədən xaricə çıxarardım deyərək, mali sistemin hər an tamamilə çökə biləcəyini vurğuladı. Bessent, İran içində baş verən etirazların kökündə iqtisadi çətinliklərin, bank sistemindəki iflasın və dolar qıtlığının dayandığını açıq şəkildə vurğuladı. Sözlərinə davam edən Scott Bessent, Cumhurbaşqanı Donald Trump'ın əmrləri ilə İranın neft gəlirlərini sıfıra indirmək üçün yeni tədbirlərin görüldüyünü bildirdi. O,
İran rəhbərlərinin panik içində olduğunu və milyonlarla dolar sərmayəni xaricə qaçırmağa çalışdıklarını iddia etdi. Besant bu vəziyyəti gəmini tərk edən sıçanlar misalına oxşadaraq Vaşinqtonun İranın bütün mali hərəkətlərini izlədiyini və təzyiqlərin İranda siyasi bir dəyişiklik olana qədər davam edəcəyini ifadə etdi. Suriye'nin Haseke Ustanı'nda yerleşen El-Şedadi zindanından azad edildikten sonra tekrar ordu tərəfindən tutuklanan DAEŞ mensupları buraxılma prosesi hakkında məlumat verdilər. Anadolu Ajansının raporuna göre zindanın qapılarını açan şəxslər özlərini Suriye ordusu kimi tanıtsa da həqiqətin fərqli olduğu üzə çıxdı. Tutuklananlar bu gözətçilərin ləhcələrindən və ərəbcəni zəif danışmalarından onların əslində YPG terror qrupuna bağlı qüvvələr olduğunu anladıklarını ifadə etdilər. 19 janvier tarixində baş verən bu hadisə bölgədəki siyasi və hərbi gərginliyi daha da artırdı. YPG rəhbərliyi bu məhbusların qaçışında Dəməşq hökumətini və ərəb əşirələrini müttəhəm etsə də, zindanın tamamilə boşadılması əməliyyatının onların kontrolundakı bölgədə gerçəkləşməsi şübhələri artırdı. Suriye ordusu isə öncədən planlanmış bu hərəkəti YPG-nin bir provokasyon olaraq adlandırıb, qaçanların böyük bir qisminin əşirələrin köməyi ilə tekrar gözaltına alındığını açıqladı. Azad edilən terrorçulardan Veysel Əhməd Mustafa özünə paltarlarını dəyiş və orduya təslim olma dedildiyini, ancaq yerli əhalinin onu tanıyıb dövlət qüvvələrinə təhvil verdiyini söylədi. Başqa bir məhbus Əbdülhadi Əliyəl Əhməd də özlərini SDQ qüvvələrinin buraxdığını təsdiqlədi. Bu gəlişmələr bölgədəki boşluqdan istifadə edən qrupların DAEŞ'i yenidən bir baskı aləti kimi istifadə etmək istədiyi şübhələrini gücləndirdi. İran Məclisinin nümayəndəsi Əhməd Bəxşayiş Xəbəri Fori ilə etdiyi müsahibədə ölkənin aşırı varlıqlı qurumları olan Bunyad-ı Müstəzəfan və Sitad-ı İcrai Fərman-ı İmam kimi təşkilatları tənqid etdi. Bəxşayiş bu qurumların müəzzəm mali qaynaqlara sahib olmalarına baxmayaraq iqtisadi böhran zamanında dövlətə heç bir dəstək vermədiklərini bildirdi. O, hətta bu qurumların öz fəaliyyətləri ilə dövlətin çiynində əlavə bir yükə çevrildiklərini və böyük bir haqsızlıq yaratdıklarını vurğuladı. Məclis nümayəndəsi ölkədəki ictimai partlayışların kökündə yanlış idarəçilik və vaxtında görülməyən tədbirlərin dayandığını da qeyd etdi. Bəxşayiş, əgər keçən il məclis tərəfindən iş baxanına və digər məsullara qarşı istizah sürəci düzgün şəkildə keçirilsəydi, xalqın narazılığının bu səviyyəyə çatmayacağını iddia etdi. O, siyasi və iqtisadi aksaklıkların insanların səbrini daşırdığını və hakimiyyət içindəki bəzi qrupların məsuliyyətdən qaçdığını vurğuladı. Huquqi baxımdan bu qurumlar tamamilə Əli Xamneyinin nəzarəti altında olduğu və məclis və ya divan-ı mühasibat tərəfindən təftiş edilə bilmədiyi bilinir. Bu qurumlar maliyyat mafiyyətləri, inhisari qərardadlar və müsadirə edilmiş əmvallara əl qoymaq kimi imtiyazlarla İran iqtisadının böyük bir hissəsini əldə saxlayırlar. Hörmətli dinləyicilər, Araz News Radiosunun bugünkü bültəni sona çatdı. Bir sonraki bültənədək əsən qalın.